izləyicilər, bu günləri Şəmkir rayonunun Çınarlı qəsəbəsində Nizami Gəncəvi olan adına qıçılı asfaltlama işlərinə start verildi. Və söz verdiyimiz kimi Çınar TV kanalı olaraq bu işi sizlərə göstərəcəyik. Değerli izləyicilər, gördüğünüz bu asfaltdan bu tərəfə haradasa təxmin 50 ilə yaxındır ki, yəni asfalt olmamışdı. Bərbad gündəydi. Və indi çox şükür ki, dövlətimizin sayəsində bu gördüğünüz yerdə asfalt olacaq. Və avtomobillər rahat bir şəkildə gedəcəklər. Allah xeyir versin. Yolumuzu çəkirlər. Bundan sonra da yol əziyyəti çəkməyəcəyik. Maşınlarımız gedib gələcək, özümüz də düz yolla gedib gələcəyik. Allah eləyənlərin canını sağ eləsin, dövlətimizi qorusun. Dövlətimizin sayəsində belə işlər Respublikamızın hər yerində gedir. Sağ ol. Sağ ol. Allah ömrünü uzun eləsin, Allah canını sağ olsun, Allah xeyir versin. Yəni çox şükür dövlətimizin sayəsində yol düzəlir. Neçə ildir yola bərbad gündəyir? 50 yaxın varmı? 50 yaxın. Var. Bəli, var. Yəni çox çətinlik orada sizə. Bəli, toz torpaq evin içindən biri. Qışda palçıq orada yağışda. Yayda da toz torpağın içində durmaq olmur. Çox sağ ol. Sizə sağ olun. Bu Çınarlı qəsəbənin Nizami Gəncəvi adında olan küçənin asfalt olmağından bağlı nə deyə bilərsiniz? Allah köməklər olsun, Allah xeyir versin. Yəni siz rahatlatsınız da bu avtomobillə bağlı. Bu maşınımız rahat gedib gəlir də, cəmaatın da maşını rahat gedib gəlir, yaxşıdır. Aydındır. Sağ olun. Yolun təmirlə bağlı onu deyə bilərik ki, hər şey əladır, yaxşıdır, yəni yaxşı işlər görülür. Avtomobilləriniz rahat şəkildə gedib gələsiniz yəni. Hər şey yaxşıdır. Sağ olun. Sizə sağ olun. Salam Mürəşim dayı. Bu Şəmkir rayonunun Çınarlı qəsəbəsinin Nizami Gəncəvi olan adına küçənin asfalt olunmağına bağlı nə deyə bilərsiniz? Ben onu deyə bilərəm ki, Allah'a min şükür ki, yolları yadına salan kimsədir. Allah onun ömrünü uzun eləsin, canına can sağlığı versin, işləyənlərin də Allah qollarına qüvvət versin, bu xalqı yadına salan var. Yəni bu yollar dövlətimiz tərəfindən yəni salınır. Bəli, Allah dövlətimizin bayrağını uzun eləsin, Allah prezidentimizin o dəmir yumruğunu əksik eləməsin, qoy neçə ki, həyat var, yaşasın. Şəmkir rayonunun Çınarlı qəsəbəsinin Nizami Gəncəvi olan küçənin asfalt olunmağından bağlı nə deyə bilərsiniz? Allah xeyir versin. Kəndimiz abadlaşır. İri qəsəbədir. Nə qədər olsa o qədər yaxşıdır. Allah xeyir versin. Dönə. Çox sağ olun. Allah kömək olsun. Daha çox videolardan xəbərdar olmaq üçün Çınar TV kanalına abunə olun və bizi izləməyi davam edin.